Bu kitabı mütləq oxumalısınız. Salam hörmətli dinləyicilər. Bugün sizə məşhur Avstriyalı psixiatr Viktor Frankl'ın İnsanın Anlam Arayışı kitabı haqqında məlumat verəcəm. İşgüzar ədəbiyyat üzrə mütəxəssis bloger Sərxan Rüstəmovun növbəti tövsiyəsi. 155 səhifəlik bu kitabda düşünürəm ki, biz çox şey öyrənəcək və həyata fərqli yöndən baxmağı yenidən nəzərdən keçirəcəyik. 20-ci əsrin ən məşhur psixiatrlarından olan Viktor Frankl 30-dan çox dilə tərcümə olunan və dünyada 15 milyondan çox satılan bu kitabında qurucusu olduğu, əsasını qoyduğu loqoterapiyanın prinsiplərini İkinci Dünya müharibəsi illərində əsir düşərgələrindəki təcrübələr əsasında izah edir. Ona qeyd edim ki, müəllif 3 il faşistlərin əsir düşərgəsində qalıb və oradan sağ çıxıb. Heidegger və Sartre'dan tanış olduğumuz düşüncələr işığında mövcudluğun çətin şərtlərində həyatın anlamını kəşf etməyimizə yardım edəcək dövrü izah edən Frankl insanı insan edən nədir sualına da cavab verməyə çalışır. Və bu kitab boyu Viktor Frankl öz müşahidələrini bizimlə bölüşür. Müsbət hal ondan ibarətdir ki, Viktor Frankl əsir düşərgəsinə düşənə qədər Avstriyadakı psixiatriya klinikalarından birinin rəhbəri olub, orada baş həkim olub və depressiya əziyyət çəkən, intihara meyilli insanlarla işləyib və bu təcrübəsi, bu biliyi ona həm əsir düşərgəsindəki əsir yoldaşlarının da həyatdan ümidlərini üzmələrinə mane olmasına, onlarda həyata tutunmağa kömək etməyinə şərait yaradıb. Əsl ehtiyac duyulan şey yaşamla əlaqədar yanaşmamızdakı təməl bir dəyişiklik idi. Həyatdan nə gözlədiyimizin önəmli olmadığını, əsl önəmli olan şeyin həyatın bizdən nə gözlədiyini öyrənməmiz və ən əsası ümidsiz insanlara öyrətməyimiz gərəkirdi. Viktor Frankl Avstriyalı psixiatrdır və 3-cü Viyana məktəbinin və loqoterapiyanın qurucusudur. Və İkinci Dünya müharibəsi illərində yaşadıqlarını öz psixiatrik doktrinalar əsasında geniş kütlələrə təqdim etdiyi bu kitab Franklı Freud və Adlerdən sonra bu sahənin ən diqqət çəkən şəxsi olaraq tanınmasına səbəb olub. Bir gün müxbirlər ona sual verdilər ki, kitabınız bestseller oldu və bununla bağlı təəssüratınız nədir? Viktor Frankl deyir ki, öz uğurumdan daha çox əsrimizin səfaləti olaraq görürəm. Yüz minlərlə insan adı həyatdan məna tapmaq arayışı vəd edən bir kitab alırsa, bu problemlərdən dərindən əziyyət çəkdiyini göstərir. Həyatda qalmaq istəyirsinizsə, tək bir yol var. İşləyəcək qədər sağlam olun. Bilirsiniz ki, əsir düşərgələrində artıq xəstələnən, qocalan və yaxud da ki, halsız olan, işləyə bilməyən əsirləri məhv edirdilər. Düşərgədə ən çox əziyyət verən fiziki ağrıdan ziyadə ədalətsizlikdən qaynaqlanan zehni acı idi. Döyülməyin ən əziyyət verən tərəfi içindəki alçaltma hissi idi. Qorxunc bir kabus görən əsir dostunu yuxudan oyatmaqdan vaz keçir Viktor Frankl. Bu çox təsirli bir hekayədir. Viktor Frankl deyir ki, yanımda yatan bir əsir dostumun, əsir yoldaşımın kabus gördüyünü hiss etdim yuxuda. İlk olaraq əlimi atıb yuxudan oyatmaq istədim, amma sonra vaz keçdim. Çünki o vaxt heç bir yuxunun nə qədər qorxunc olursa olsun, düşərgənin bizi əhatə edən gerçəklikdən daha dəhşətli olmayacağını anlamışdım və ona bunu xatırlatmaq istəmədim. Həqiqət belə idi. Sevgi insanın çata biləcəyi ən yüksək və ən böyük hədəfdir. O anda insan şeirinin, insan düşüncə və inancının fərqləndirdiyi ən böyük sirrə vaqif oldum. İnsanın qurtuluşu sevgi ilə və sevgidədir. Yumor ruhun özünü qoruma mübarizəsində başqa bir silah idi. Çox maraqlıdır ki, burada Viktor Frankl deyir, orada Belçikalı bir bəstəkar var idi. Mən onunla birlikdə xəyallar qururdum və həkim dostuma isə bir-birimizə gələcəkdə nələr eləyəcəyimizlə bağlı, xəyallarımızla bağlı hər gün bir hadisə anladırdıq ki, gələcəyə olan ümidimiz itməsin. Düşərgədən ayrılıb başqasına transfer olması və digərlərinin ona yazığı gəlməsi hadisəsini anladır. 4 fərqli düşərgədə olubdu Viktor Frankl bu 3 il ərzində və fərqli düşərgəyə transfer olunduğum zaman bəzən biz elə bilirdik ki, artıq gedəni ölümə aparırlar, qaz düşərgələrinə aparırlar. Mən də gedəndə dostlarım pis oldular. Amma mənim ora getdikdən sonra daha yaxşı bir düşərgəyə keçdim əvvəlkinə nisbətən. Amma mənim çıxdığım düşərgədəkilər artıq kannibalizm başlamışdı orada, insan əti yemə prosesləri başlamışdı. Və orada maraqlı bir lətifə də bölüşür Viktor Frankl. Deməli, İranlı zəngin bir adamın qulluqçusu gəlir öz sahibinə deyir ki, mən həyətdə Əzrailı gördüm. Əzrail mənə çox qəzəbli idi. Atını mənə ver, mən Tehrana qaçacağam. Daha sonra
bu İranlı zəngin insan Əzrail ilə qarşılaşır və deyir, sən niyə mənim qulluqçumu qorxuzdun? Deyir, qorxuzmadım, sadəcə mən ona təəccüblə baxdım, çünki mən onun canını Tehranda almalıydım. Yəni burada Viktor Frankl sadə bir pritça ilə, bir lətifə ilə əslində insan qədərinin, insan ölümünün nə vaxt olacağının bəlli olmadığını anlatmaq istəyir. 1944-cü il və 1945-ci il yeni il ərəfəsində ölümlər əvvəlkilərlə müqayisədə artmışdı. Məsələ şəraitlə bağlı deyildi və yaxud da ki, qidalanma ilə bağlı deyildi. Sadəcə bir səbəb var idi. Əsirlərin yeni ildə evlərində olacaqlarına dair saf ümidləri idi. Həmişə tez-tez deyilir ki, 5 gün sonra buraxılacağıq, yeni il ərəfəsində müharibə başa çatacaq. Kimin ki ümidi həmin son günədir, son anadır, ondan sonra artıq özünə güc saxlamırdı və o artıq ya intihar eləməli olurdu, ya da ki, həyatdan xəstələnərək məhv olur. Həyatında bir məna, bir məqsəd, bir hədəf olmadığını, səbəblərlə davam etməyə gərək olmadığını deyən insana yazığınız gəlsin. Yaxında yox olacaqdır. Kim ki hələ də yaşayırsa, o halda ümidlənmək üçün bir səbəbi var dedim. Artıq Viktor Frankl bunları müşahidə etdikdən sonra başlayır ətrafdakı insanlara motivasiya verici, onları həyata saxlaya biləcək söhbətlər eləməyə. Sağlamlıq, ailə, xoşbəxtlik, peşə bacarıqları, sərvət, mövqe, bunların hamısını yenidən qazanıla bilər. Nəhayətdə bədənimiz tamdır. Başımıza gələnlər gələcəkdə bizim üçün qiymətli olacaqdır. Nietzsche'dən bir misal çəkdim. Məni öldürməyən şey gücləndirir. Bütün bunların nəticəsində dünyada iki insan irqi olduğu qənaətinə gələ bilərik. Sadəcə iki insan, düzgün insanların meydana gətirdiyi irq və əxlaqsızların irqi. İkisi də hər yerdə idi. Cəmiyyətdəki qruplara yayılmış halda. Heç bir qrup tamamilə düzgün və ya əxlaqsızlardan ibarət deyildi. Əsir düşərgəsindəki nəzarətçilərin içində də düzgünləri mövcud idi. Eynən əsirlərin içində əxlaqsızları olduğu kimi. Loqoterapiyaya görə insan həyatında məna tapmağa səy göstərməsi təməl həvəsləndirici gücüdür. Əsir düşərgələrində həyatda qalmağa ən uyğun olanların yerinə yetirəcəkləri bir vəzifələrinin mövcudluğunu bilənlər olduğuna şahid oldum. Əsir düşərgəsinə aparılarkən çap olunmağa hazır vəziyyətdə olan əlyazmalarım ələ keçirilmişdi. Bu əsəri yenidən yazmaq olan böyük istəyim mən içində yaşadığım əsir düşərgəsinin çətinliklərindən qorudu. Həyatın mənası insandan insana, gündən günə və hətta saatlar içində dəyişə bilər. Həyatın mənası nisbidir. Həyatın mənası nə olduğunu soruşmaq bir şahmat çempionuna dünyadakı ən yaxşı gedişin hansı olduğunu soruşmağa bənzəyir. Şahmatı bilənlər bilir ki, şahmatda ən yaxşı gediş məsələsi nisbidir. Hər mövqeyə görə, hər varianta görə müxtəlif gedişlər ən yaxşı gediş ola bilər. Loqoterapiya insan mövcudluğunun əsasını məsuliyyət duyğusunda görür. Əsir düşərgəsində sağ qalmaq şansı statistik olaraq 28-də birdən çox deyildi. Buna rəğmən, nə yaxşı ki, Viktor Frankl bu 2 illik əsirlik düşərgəsindən sonra sağ qalır, həyatda qalır və onlarla kitabın müəllifi olur və böyük bir məktəbin əsasını qoyur. Bugünlük bu qədər. Növbəti kitablarda görüşmək ümidi ilə.